Sadəcə bilmək istəyirəm. Mən bildiyimə görə yəni bu nişanlamanı ayna eləyir. Xətləmədir, nişanlamadır, ayna eləyir. Yəni bilmək istəyirəm bu saatı buradan niyə götürmüsünüz? Gecə saat 1-də, 2-də, 3-də avtobus burada nə gəzir axı? Burada nə gəzir axı avtobus? Gecə saat 2-də mən bildiyimə görə avtobuslar maksimum saat 12-yə qədər işləyir. Bütün Bakı şəhərində. Yəni gecə saat 2-də 3-də avtobus nə gəzir ki, bu müddətsiz qoyulub bura? Yəni bu bizim cibimizə girməkdir. 2 manata, 3 manata işləyirik. Allah bu şirkətlərin bəlasını versin. 2-3 manata bizi hambal işlədirlər. Ona da mən 100 manat balamın boğazından kəsib niyə verməliyəm? 100 manatı mən 20 dənə klient aparıram. 20 dənə müştəri aparıram. Mən niyə balamın boğazından kəsib cərimə verməliyəm? Bax, buradan bu saatı niyə götürüblər ki? Yəni bu nə deməkdir? Hörmətli ayna, sualım sizədir. Bu nə deməkdir? Gecə saat 2-də, 3-də, 4-də, 5-də, 1-də avtobus olur şəhərdə. Niyə bizi cərimələyirsən? Heç nəyə bizi cərimələyirsən? Mən də həmişə gəldiyim yolda əvvəllər var idi. Əvvəllər burada bilirəm ki, saat var idi. Müddət var idi. İndi bunu götürüblər. Niyə? Yalnız cərimələnmək üçün. Axı belə olmaz. Axı belə olmaz. Biz taksilər zülmlə işləyirik. Müştəri götürmüşəm da buradan. Heç olmasa taksilər üçün şərait yaradında avtobus olana girməyə, heç olmasa buradan müştəri götürməyə. Müştəri götürüb çıxanda çəkməsin da, heç olmasa gələndə çəksin. Bizə şərait yaradın da, bəs biz niyə 2 manada, 3 manada hambal işləyən taksi sürücüləri niyə balamızın boğazından kəsib cəriməyə verməliyik?